2026-2027-ci tədris ili üzrə məsələ övladlarını birinci sinifə qeydiyyatdan keçirmək istəyən şəxslər, valideynlər üçün, yəni internetə çıxışı olmayan və yaxud da prosesi həll edə bilməyən valideynlər üçün yeni əlavə 30 alternativ qeydiyyat mərkəzi yaradılıb ki, bu da müxtəlif məktəblərdə əhatə olunub. Bakı Şəhər Üzrə Təhsil İdarəsi də bununla bağlı informasiya təqdim etdi və elə sözü gedən ünvanlar hansı məktəblərdir? Bununla bağlı, yəni məktəblərin rəqəmləri çoxdur, nömrələri çoxdur və bu baxımında elə həmin valideynlər olduqları əraziyə daha yaxın yerdə yerləşən məktəbləri məhz bu siyahıdan tapa bilərlər. O da məktəbə qəbul.edu.az saytında qeyd olunub və bir məqamda xüsusilə vurğulamalıyam ki, 5, 6 və 7 nömrəli asan xidmətlər də məsələ bu istiqamətdə fəaliyyət göstərəcək. Bu baxımdan da valideynlər diqqətli olsunlar. Çünki adətən uşaqlarını birinci sinifə qeydiyyatdan keçirmək istəyən şəxslər qeydiyyatdan keçirdikdən sonra, yəni saat dediyimiz kimi iyunun 5-nə qədər proses davam edəcək. Valideynlər uşaqlarını qeydiyyatdan keçirdikdən sonra yəni onların olduqları ərazi, yəni faktiki yaşayış ünvanlarına yaxın ərazidə yerləşən məktəblər tövsiyə olunur ki, həmin məktəbləri seçə bilirlər ki, şagird hər gün səhər tezdən məktəbə rahat bir şəkildə gedib gələ bilsin deyə. Amma buna baxmayaraq olduqları əraziyə yaxın yerdə uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər bu 5, 6, 7 saylı asan xidmət mərkəzlərinə üst tuta bilərlər və orada faktiki yaşayış ünvanlarını dəyişdirə bilərlər və əlavə olaraq başqa bir ünvanda tədrisləri davam etdirmək istəyirlərsə, həmin istiqamətlərə də yönələ bilərlər. Amma indiki məqamda hansı sənədlər lazımdır? Təbii ki, şəxsiyyəti təsdiq edən sənəd, faktiki yaşayış ünvanı ilə bağlı olan sənəd, bu sənədlər tələb olunur. Doğum haqqında şəhadətnamə, bu sənədlər təqdim istənilir ki, onları da elə müvafiq və əlavə sənədləri də saytdan əldə etmək mümkündür. Yəni, saytda qeydiyyat prosesində onlar tələb olunacaq. Bir məqamda xüsusilə vurğulamalıyam ki, məktəbə qədər hazırlıq qruplarında uşaqlara tədris keçən valideynlər, onlar da diqqətli olsunlar. Onların qeydiyyatına əsasən ehtiyac olmayacaq. Çünki məktəbə qədər tədris qruplarında təhsil alan şəxslər, həmin uşaqlar avtomatik olaraq birinci sinifə qəbul alacaqlar. Proses isə məsələ 1 maydan etibarən başlayıb, 6 maydan etibarən məktəb və müəllim seçimi başlanılacaq. Bu da 5 iyun tarixinə qədər davam edəcək. Çatdıra biləcəklərimiz bu qədərdir. Sözü yerində sizə ötürürəm. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatı bizimlə bölüşdüyünə görə.